akordeon ifa edir kənddə, axşamüstüdür. Bir dənə fayton gəlir, dayanır orada. Bir dənə bəy düşür faytondan. Xoşuna gəlir bunu müşahidə eləmək, çıxardır bir dənə böyük platır olar. Burada yazıq kasıb adamdır, başını qaldırır, baxsın ki, pulu kim attı. Görür kişi yanır, bir dənə qızlı yanır. Dünya gözəli, çox gözəl. İç baxışdan məhəbbət deyirlər də, o çox bir şeydir, ildırım kimi vurulur. Başını qaldırır, bizi görür, bizə vurulur. Dəli olur oğlan. Akşam gəlir dostuna dərdini açır, danışır ki, mən bir dənə qız görmüşəm, onunla ailə həyatı qurmaq istəyirəm. Dostu deyir, görmürsən, lav yaxşı. Bu yazıq deyir ki, bəs mənim üçün kim elsə getsin. Dostu deyir, mən ölmüşəm, mənim atam, anam, gedərsən üçün elsə, alar o qızı toyləyərsən. Gelirlər, tapırlar həmən bəyi, o faytondan düşən kişi, görürlər bir dənə başqa kənddə, başqa bir kəndin elə bir kənd xudasından böyüdür. Tapın böyürlər, deyirlər, gəlmişik, biz falan iş üçün gəlmişik də, istəyirik qızınızı, oğlumuza. Deyir, oğlunuz kimdir, deyir o, dünən bizim kənddən keçəndə görmürsən, akordeon ifası. Bəyi gülmək tutur, deyir, mən şahlarla pulu yemirəm ki, bığlarım yağa batar, məndə akordeon salona veriləsi qız yoxdur. Oğlan küsür, öz sənətindən küsür ki, görməm, sənətim nə qədər aşağıdır bunun gözündə ki, buna görə qızı vermədilər, hə? Kapanır özünə, gəlir akordeonu da bağlayır, evdə qoyur bir qırağa, deyir, mən buna əlimi vurmayacaq. Buna görə ömründə bir dənə qız bəyəndim, onu da mənə vermədilər. Başlayır başqa işlə məşğul olmağa, fəaliyyətini başını qatır, üstündən illər keçir. Dostu gəlir buna deyir ki, bəs mən evlənirəm, 3 gündən sonra toyumdur. Sən mən uşaq vaxtı söz vermişdin axı ki, mənim toyumda akordeon salacaqsın. Deyir, eləmə də, sən bilirsən axı mən o aləti niyə atmışam qırağa. Mən məcbur eləmə təzdən götürüm onu. Deyir, yox, sən mən söz vermişsən, sən mənim dostumsan. Bir də mənim toyumda müşahidə elə, sonra təzdən qoy qırağa. Razılaşırlar, gəlir evə xulasa, asır akordeonun tozun basını silir. Hazırlaşır 2 gündən, 3 gündən sonra dostunun toyudur. Gəlir dostluğun toyuna, bütün xalqların özünə məxsus vağzalısı var. Necə bizdə vağzalı salırlar, bəy gəlin gəlir. Hər bir xalqda, millətdə özünə məxsus o mahnı var. Başqa cürdü amma var. Bu həmən özlərinə məxsus vağzalını ifa edir ki, dostu gəlsinlər, içəri toydu zaman gözləyir. Qapı açılanda görür ki, həmən qızı dostu alır. Hansı ki, buna verməmişlər o qızı. Özündən ixtiyarsız başlayır bu mahnını ifa edir. Mahnının içində qəm də var, kədər də var, ayrılıq da var, etibarsızlıq da var. Dostun dostuna vurduğu zərbə, hər şey var bu mahnının içində. Ən əsas yeri harasıdır, üstündən 100 il keçir. Nə o qızdan o kənddə bir əsər əlamət var.